Qoç. Səhəri ailə qayğılarına və təsərrüfat işlərinə həsr edin. Təmizlik, sakit məşğuliyyətlər və yarımçıq qalan işləri tamamlamaq üçün münasib vaxtdır. Lazım gələrsə, ailə üzvlərindən kömək xahiş edin, amma bunu tələb kimi səsləndirməyin, əks halda xırda münaqişələr yarana bilər. Əksər qoçlar üçün planlaşdırılmamış alış-verişlərdən uzaq durmaq məsləhətdir, yoxsa həddindən artıq pul xərcləyə bilərsiniz. Tanımadığınız insanlarda hər zaman yaxşı təəssürat yaratmaq alınmaya bilər. Buna görə də axşamı sakit və sizə tanış mühitdə keçirmək daha yaxşıdır. Səhər sizə bir çox uğurlu imkanlar gətirəcək. Digər insanların başlamağa cürət etmədiyi bir sıra vacib iş problemlərini siz həll edə biləcəksiniz. Razılaşmalar bağlamaq və ciddi müqavilələr imzalamaq üçün əla zamandır. Bir çox qoçlar faydalı tanışlıqlar edəcək, lazımi insanlarla ünsiyyət quracaq və gələcək üçün onların dəstəyini qazanacaqlar. Rəhbərlik qarşısında nüfuzunuzu möhkəmləndirmək və karyera yüksəlişi şansınızı artırmaq mümkün olacaq. Sizə çoxdan maraqlı olan, lakin vaxt tapa bilmədiyiniz bir şeyi öyrənmək imkanı yaranacaq. Bütün detalları özünüz araşdırmalı olmayacaqsınız. Təcrübəli tanışlar və yaşca böyük dostlar sizə kömək edəcək, yol göstərəcək və doğru istiqamətə yönəldəcəklər. Sizi səhərdən etibarən emosional yüksəliş və ilham müşayiət edəcək. Bir çox qoçlar nadir hallarda olduğu qədər ünsiyyətçil və mehriban olacaqlar, faydalı tanışlıqlar quracaq və əvvəllər anlaşmaqda çətinlik çəkdikləri həmkarlarla münasibətləri yaxşılaşdıracaqlar. Razılaşmalar bağlamaq üçün əlverişli zamandır. İctimai çıxışlar, konfranslar və iclaslar uğurlu keçəcək, lakin bunun üçün əvvəlcədən hazırlaşmaq lazım olacaq. Günün ortasında kiçik çətinliklər və xırda uğursuzluqlar baş verə bilər. Şərait hər zaman istədiyiniz kimi inkişaf etməyəcək. Buna baxmayaraq, ruhdan düşmək və əlləri salmaq lazım deyil. Bəzən ikinci cəhd etməyə və ya etibar etdiyiniz insanlardan kömək istəməyə dəyər. Şəraitə qarşı müqavimət göstərməyin. Bir çox məsələlər sizin istədiyinizdən daha yavaş həll olunacaq və bu gedişata təsir etməyiniz çətin olacaq. Qoçların əksəriyyəti üçün vəziyyətlə barışmaq və bir qədər gözləmək daha ağıllı olar. Birincisi, necə hərəkət etməyin daha düzgün olduğunu başa düşəcəksiniz. İkincisi, bəzi problemlər öz-özünə həll oluna bilər. Yaxınlarınıza qarşı əsəbilik və iradçılığınız arta bilər. Buna görə də onlarla zərurət olmadan mübahisələrə girməmək daha yaxşı olar. Kiçik fikir ayrılıqları və incikliklər mümkündür, lakin ciddi münaqişələrə çevrilməyəcək. Buna baxmayaraq, münaqişələrin qarşısını almağa çalışın, baş verərsə də barışmağa tələsin. Dostlar və qohumlarla münasibətlərdə problemlər kəskinləşəcək. Bununla belə vəziyyəti axarına buraxmaq olmaz. Öz səhvlərinizi etiraf etmək və yaxın insanlarla açıq danışmaq üçün özünüzdə güc tapın. Əgər xoşniyyətli və incə davranış sərgiləsəniz, bütün çətinlikləri yoluna qoya biləcəksiniz, lakin bunun üçün ciddi səy göstərməli olacaqsınız. Bəzi əlaqələri kəsmək lazım gələcək, amma bu, hətta sizin üçün faydalı olacaq. Artıq lazım olmayan şeylərdən, əşyalardan, ideyalardan, özünü doğrultmayan münasibətlərdən qurtulmaq üçün uyğun gündür. Ancaq qəti qərar qəbul etməzdən əvvəl hər şeyi diqqətlə götür-qoy etmək daha yaxşıdır. Sakitlik və soyuqqanlılıq sizin əsas müttəfiqləriniz olacaq. Əksər qoçlar bir çox cari problemi uğurla həll edəcəklər. Nəhəng uğurlar gözləməyə dəyməz, amma ciddi çətinliklər də olmayacaq. Təcrübəli həmkarların və yaşca böyük qohumların məsləhətləri sizə faydalı olacaq. Ola bilsin, yaxınlarınıza kömək etmək üçün işlərinizdən bir müddət ayrılmalı olacaqsınız. Bu, çox vaxt aparmayacaq və sizi yormayacaq. Üstəlik, bu cür dəstək münasibətlərinizə müsbət təsir göstərəcək. Buğa. Məsələləri həll etmək üçün əlverişli gündür. Qohumlar və dostlar sizə kömək etmək istəyəcəklər. Onların həvəsini doğru istiqamətə yönəldə bilsəniz, nəzərə çarpacaq nəticələr əldə edəcəksiniz. İnsanlarda rəğbət oyatmaq və faydalı tanışlıqlar qurmaq asan olacaq. Qısa səfərlər uğurlu keçəcək və çoxlu parlaq təəssüratlar bəxş edəcək. Günün ikinci yarısı bir qədər az məhsuldar ola bilər. Bəzi buğalar kiçik maliyyə itkiləri yaşayacaqlar, ancaq bu, ümumi vəziyyətinizə ciddi təsir göstərməyəcək. Özünüzdən və ətrafınızdakilardan çox şey gözləməyin. Bununla belə, mövcud işlərin öhdəsindən əla gələcəksiniz.
Uzun müddət təxirə salınmış bəzi ciddi məsələləri irəli aparmaq üçün imkan yaranacaq. Əksər buğalar ruh yüksəkliyi hiss edəcək və bu, xırda uğursuzluqların öhdəsindən gəlməyə kömək edəcək. Birgə işlər nadir hallarda olduğu qədər məhsuldar olacaq. Əvvəllər dil tapa bilmədiyiniz insanlarla da münasibətləri yoluna qoymaq mümkün olacaq. Günün sonu yeni işlərə başlamaq üçün uyğun olmayacaq. Emosiyalarınıza nəzarət etmək və özünüzü toparlamaq çətinləşəcək. Hər zaman düzgün qərar vermək və vəziyyəti obyektiv dəyərləndirmək mümkün olmayacaq. Buna görə də ən yaxşısı başlamış işləri bitirmək olacaq. Hər şeyi üzərinizə götürməyin. Ətrafınızdakılardan dəstək gözləməyə tam əsasınız var, onlar məmnuniyyətlə məsuliyyəti sizinlə bölüşəcək və ən cəsarətli planlarınızı həyata keçirməkdə sizə kömək edəcəklər. Bir çox buğaların qarşısında əlverişli imkanlar açılacaq və bu fürsətləri əldən verməmək mümkün olacaq. Birdəfəlik pul gəlirləri mümkündür və siz bu vəsaitdən ağıllı şəkildə istifadə edəcəksiniz. Köməyə ehtiyacı olanlara yardım etmək üçün münasib zamandır. Sizin iştirakınız diqqətdən kənarda qalmayacaq və təşəkkür gecikməyəcək. Demək olar ki, ümidsiz görünən bəzi problemləri həll etmək imkanı yaranacaq. Günün əvvəlində emosiyalarınızı idarə etmək çətin olacaq. Buna görə də ünsiyyəti məhdudlaşdırmaq daha məqsədə uyğundur ki, özünüzə düşünülməmiş sözlərinizlə problem yaratmayasınız. Əksər buğalar üçün yaxınların xırda zəifliklərinə qarşı anlayış göstərmək, xırdalıqlara görə irad bildirməmək və nə özlərindən, nə də ətrafdakılardan həddən artıq çox şey gözləməmək vacibdir. Pul, miras və ya alimentlə bağlı məsələləri həll etməli olacağınız istisna edilmir. Hər şey kifayət qədər uğurla alınacaq, amma tək başına hər şeyi həll etməyə çalışmaq lazım deyil. Təcrübəli insanların məsləhətləri və tövsiyələri sizə kömək edəcək. Vacib məsələlərin həlli üçün əla gündür. İntuisiyanız güclənəcək və onun verdiyi işarələr çox vaxtında olacaq. Bir çox buğalar yeni və faydalı məlumatlar öyrənəcəklər. Bu biliklər sizə yalnız işdə lazım olmayacaq, həm də köhnə rəqiblərinizi geridə qoymağa imkan verəcək. Qısa səfərlər, həm işgüzar, həm şəxsi, uğurlu alınacaq. Yolda heç bir problem yaranmayacaq. Maraqlı insanlarla təsadüfi tanışlıqlar mümkündür və onlardan bəziləri etibarlı dostlarınıza çevrilə bilər. Hətta kiçik bir səyahət belə sizə yeni təəssüratlar qazandıracaq və sizi uzun müddət enerji ilə dolduracaq. Səhərdən etibarən emosional yüksəliş sizinlə olacaq. Bir çox buğalar hətta köhnə düşmənlərini də özlərinə tərəf çəkə biləcəklər. Rəhbərliklə sizin üçün vacib olan məsələləri müzakirə etmək imkanı yaranacaq və nəticə sizi sevindirəcək. Razılaşmalar bağlamaq üçün əlverişli gündür. Əgər tərəfdaşlarınız qadınlardırsa, bugün əksər buğalar onlarla asanlıqla ortaq məxrəcə gələcək. Əkizlər, özünüzdən bugün həddindən artıq çox şey tələb etməyin. Günün əvvəlində emosiyalarla baş etmək çətin olacaq, əhvalınız da o qədər yaxşı olmayacaq. Ev işləri ilə məşğul olmaq, yaxınlara problemlərinin həllində kömək etmək lazım gələcək. Alış-verişə çıxan əkizlər büdcəni aşmamağa və yalnız lazım olan, əvvəlcədən planlaşdırılan şeyləri almağa çalışsınlar. Günün ikinci yarısı daha uğurlu keçəcək. Zəruri işlərin hamısının öhdəsindən gələcək, uzun müddətdir başlamaq istədiyiniz məsələləri həll edəcəksiniz. Sakitləşmək və pozitiv ruh halına köklənmək mümkün olacaq. Uğur zəhməti sevənləri sevir, buna görə də ciddi çalışmağa hazır olun. Bir çox əkizlərin ambisiyası artacaq və bu düzgün yönləndirilsə, işdə təsiredici nəticələr əldə etmək mümkün olacaq. Rəhbərlik tərəfindən mükafat və xidmətlərinizin tanınması mümkündür. Günün ortasında əsəbiliyin bir qədər artması ehtimalı var, xüsusilə sizə əziz olan insanlarla ünsiyyətdə özünüzə nəzarət etmək və kobudluq etməmək vacibdir. Qohumlarla söhbətlərdə hər zaman ümumi dil tapmaq mümkün olmayacaq, buna görə də mübahisəli mövzulardan uzaq durmaq daha yaxşıdır. Gün ümumilikdə pis keçməyəcək, baxmayaraq ki, əvvəlcə belə görünməyə bilər. Səhər saatlarında bir çox əkizlərin öz impulsivliklərini cilovlamaq üçün kifayət qədər səy göstərməsi lazım olacaq. Ən kiçik şey belə qəzəbə səbəb ola bilər. Buna görə də vacib işləri bir qədər təxirə salmaq və tələsik vədlər verməmək daha yaxşıdır. Tezliklə emosiyaların öhdəsindən gəlmək və müsbət əhval-ruhiyyəyə köklənmək mümkün olacaq. Ətrafınızdakılar da sizi ruhlandırmağa və vaxtında dəstək olmağa çalışacaqlar.
Qadınlarla əməkdaşlıq uğurlu keçəcək, danışıqlar məhsuldar olacaq. İmprovizasiya qabiliyyətiniz sizə kömək edəcək. Üstəlik, güclənmiş intuisiyanız mürəkkəb anlarda ən düzgün qərarı verməyə yol göstərəcək. Gün sizi bir çox maraqlı hadisələrlə sevindirəcək. Ətrafınızdakiları cəlb etmə bacarığınız artacaq və bunda artan cazibədarlığınızın rolu böyük olacaq. Bir çox əkizlər yeni, ümidverici tanışlıqlar quracaq və ya uzun müddətdir tanıdıqları birisi ilə münasibətə başlayacaqlar. Qısa müddətli də olsa, gəlirlərinizdə artım ola bilər. Təsirli himayədarlar qazana bilərsiniz və bu, karyera imkanlarınıza müsbət təsir edəcək. Faydalı insanlarla əlaqələr qurmaq mümkün olacaq. Onlardan bəziləri təkcə etibarlı tərəfdaş deyil, həm də yaxın dostlara çevriləcəklər. Cazibəniz nəzərə çarpacaq dərəcədə artacaq və bu, heç kəsi laqeyd qoymayacaq. Əgər uzun müddətdir kiməsə simpatiyanız varsa, təşəbbüs göstərməyin tam zamanıdır. Nə etməli və nə deməli olduğunuzu hiss edəcəksiniz. Qarşı tərəfin reaksiyası sizi sevindirəcək. Bir çox əkizlər yığımlarını sərfəli şəkildə dəyərləndirməyin yollarını tapacaq və ya yeni gəlir mənbələri aşkar edəcəklər. Əvvəllər əhəmiyyət vermədiyiniz bacarıqlarınız indi çox işə yaraya bilər. Hətta qeyri-zəruri olsa da alış-verişlər uğurlu olacaq. Kiçik, amma xoş şeylər uzun müddət əhvalınızı yaxşı saxlayacaq. Fikirlərinizi paylaşmaq və təşəbbüslərlə çıxış etmək üçün əla zamandır. İdeyalarınız layiqincə qiymətləndiriləcək. Bir çox əkizlər ətrafındakilara ilham verəcəklər, buna görə də birgə iş çox səmərəli keçəcək. Təsirli şəxslərdə müsbət təəssürat yaratmaq və onların dəstəyini qazanmaq şansınız olacaq. Gün çox sayda işlərlə dolu olacaq, lakin bu sizi hətta motivasiya edəcək. Planlaşdırdığınız hər şeyi gözlədiyinizdən tez başa vuracaqsınız. Nitq qabiliyyətiniz güclənəcək, bu da istənilən danışıqları uğurla tamamlayacaq. Xərçəng. Səhər xırda və gözlənilməz çətinliklər mümkündür, amma onları xüsusi problem yaşamadan aradan qaldıracaqsınız. Yaxınlarla ümumi dil tapmaq bir qədər çətin ola bilər, buna görə də mübahisəyə səbəb ola biləcək ciddi mövzuları gündəmə gətirməyin. Adi ev işləri ilə məşğul olun, qayda yaradın. Planlaşdırılmamış alış-verişlərdən qaçın, sonra peşman ola bilərsiniz. Axşam aktiv ünsiyyət və ya ictimai tədbirlər üçün uyğun deyil. Ailəli xərçənglər üçün yaxınlarla birlikdə xoş mövzularda söhbət və ya tanımadığınız məkanda gəzinti daha yaxşı seçimdir. Hər şey qaydasında getməyəcək, amma bir çox problemlərdən yayınmaq mümkün olacaq. Səbir, təmkin və incəlik sizə çox kömək edəcək. Ətrafınızdakı insanlarla mübahisəyə girməyə lüzum yoxdur, əgər bu, həqiqətən vacib deyilsə. Bəzi hallarda fikrinizi özünüzdə saxlamaq daha faydalı olacaq. Digər insanları fikrinizə inandırmaq çətin olacaq, amma nüfuzunuza zərər vurmaq isə çox asan baş verə bilər. Günün ikinci yarısında bir çox xərçənglər həddindən artıq həssas və küsəyən olacaqlar. Hətta əvvəllər yaxşı münasibətdə olduğunuz insanlarla da ümumi dil tapmaq hər zaman alınmayacaq. Bugün romantik görüşlər üçün də əlverişli deyil, qarşılıqlı iradlardan yayınmaq çətin olacaq. Hər şey uğurla inkişaf edəcək və qoyulan səy tez nəticə verəcək. Bir çox xərçənglər nikbin, məqsədyönlü və inadkar olacaqlar. Ambisiyalı məqsədlərə çatmaq və geniş miqyaslı layihələrə başlamaq üçün münasib zamandır. Əlbəttə ki, ciddi çalışmağınız lazım olacaq, amma özünüzdə hərəkət həvəsi hiss edəcəksiniz və bu da ən çətin tapşırıqları belə yerinə yetirməyə imkan verəcək. Danışıqlar və ictimai çıxışlar nadir hallarda olduğu qədər uğurlu keçəcək. Natiqlik qabiliyyətinizə həsəd aparmaq olar. Yalnız öz məqsədlərinizə çatmaqla kifayətlənməyəcək, həm də işgüzar tərəfdaşlarınızın maraqlarını nəzərə alacaqsınız. Nəticədə hər kəsin razı qalacağı kompromis həll yolu tapılacaq. Uzun müddətdir yaxınlaşmağa cəsarət etmədiyiniz problemləri həll etməyi bacaracaqsınız. Köhnə tərəfdaşlarla münasibətlər yaxşı formalaşacaq. Əgər aranızda fikir ayrılıqları olubsa, onları aşmaq və ümumi məxrəcə gəlmək mümkün olacaq. Bir çox xərçənglər başladığı işdə təsirli nəticələr əldə edəcəklər. Böyük, amma birdəfəlik maliyyə gəlirləri mümkündür. Onları xərcləməyə tələsməyin, yaxın gələcəkdə daha vacib məqsədlər üçün lazım ola bilər. Yardıma ehtiyacı olanlara kömək etmək imkanı yaranacaq və bu nüfuzunuza çox müsbət təsir edəcək.
Təsirli bir insana kiçik bir yaxşılıq etməyiniz mümkündür və o da tezliklə sizə təşəkkürünü bildirəcək. Qətiyyətli addımlar atmaq üçün ən münasib zamandır. Əgər yetərincə səy göstərsəniz, uğura tezliklə çatacaqsınız. Bir çox xərçənglər özlərində vacib problemlərin həllində kömək edəcək gizli istedadlarını kəşf edəcəklər. Yeni başlanğıclar və cəsarətli ideyaların həyata keçirilməsi üçün mükəmməl zamandır. Gözləmədiyiniz insanlardan sizə yardım gələcək. Kifayət qədər səylə gələcək uğurlar üçün güclü təməl qoya biləcəksiniz. Bəzən nəticələri görmək üçün bir qədər gözləmək lazım olacaq. Liderlik istəyi artacaq və bu sizə karyerada irəliləyiş imkanı verəcək. Sahibkarlar üçün uğurlu gün olacaq. Soyuqqanlılığınız qibtə doğuracaq. Məhz bu keyfiyyət sayəsində istənilən çətinliyin öhdəsindən gələcək və gözlənilməz halları aradan qaldıra biləcəksiniz. Bir çox xərçənglər inandırmaq bacarıqları sayəsində faydalı işgüzar əlaqələr quracaqlar. Təcrübəli həmkarların və ya yaşlı dostların məsləhətləri sizə kömək edəcək. Əgər tək başına hərəkət etməkdə çətinlik hiss edirsinizsə, yardım istəməkdən çəkinməyin. Müttəfiqlərinizin dəstəyi ilə başqalarının öhdəsindən gələ bilmədiyi məsələləri belə həll edəcəksiniz. Şiir. Xarici dilləri öyrənmək, yeni bacarıqlar qazanmaq və ixtisası artırmaq üçün uğurlu gündür. Gələcək planları düşünə bilərsiniz, onları reallaşdırmaq üçün şanslarınız yüksək olacaq. Bəzi yeni tanışlıqlar həm xoş, həm də faydalı olacaq. Bir çox şirlər üçün böyük yaşlı qohumlarla söhbət maraqlı ideyalara təkan verəcək. Axşam tədbirlərə çıxmaq, mədəniyyət ocaqlarını ziyarət etmək üçün münasibdir. İstəsəniz, asanlıqla diqqət mərkəzində ola biləcəksiniz. Ətrafınızda yaxşı təəssürat yaratmaq və insanları özünüzə rəğbət bəsləməyə vadar etmək sizə çətin olmayacaq. Hər şey uğurlu alınacaq. Buna görə də mürəkkəb məsələlərə və ambisiyalı layihələrə başlamaq üçün əla zamandır. Bir çox şirlər etibarlı müttəfiqlərin dəstəyinə və təcrübəli həmkarların faydalı məsləhətlərinə arxalana biləcəklər. Səfərlər nadir hallarda olduğu qədər uğurlu keçəcək, xüsusən uzaq və uzun müddətli olanlar. Yolda maraqlı insanlarla tanış ola və gözəl vaxt keçirə bilərsiniz. Bürcün gənc nümayəndələri üçün romantik münasibətin başlanması da mümkündür. Amma hadisələri sürətləndirməyə dəyməz, qoy hər şey təbii axarla inkişaf etsin. Ətrafınızdakı insanlar işlərinizə maraq göstərəcəklər və bu çox yerində olacaq. Cazibədarlığınız xeyli artacaq. Nüfuzlu şəxslərin dəstəyini qazanmaq mümkün olacaq. Bəzi şirlər uğurlu şəkildə iş yerində romantik münasibətə başlayacaqlar və bu, onların həyatında ciddi dəyişikliklərə səbəb ola bilər. Razılaşmalar bağlamaq və müqavilələr imzalamaq üçün əlverişli gündür. Bu işdə sizin cazibəniz böyük rol oynayacaq. İnsanlar asanlıqla sizinlə razılaşacaq, dəyərli məlumatları paylaşacaq və əməkdaşlıq etmək istəyəcəklər. Əgər rəhbərliklə vacib məsələləri müzakirə etmək istəyirdinizsə, bu əla fürsətdir. Səhər hər şey istədiyiniz kimi getməyəcək, lakin vəziyyət tezliklə yaxşılığa doğru dəyişəcək. Günü sakit ev işləri ilə başlamaq, yaxınlarla mübahisələrdən qaçmaq daha yaxşıdır. Bu, tədricən narahatlığı və təşvişi aradan qaldırmağa kömək edəcək. Vacib təşəbbüslər üçün bu vaxt çox uyğun olmasa da, toplanmış xırda işlərlə məşğul olmaq, evdə səliqə-sahman yaratmaq üçün əlverişlidir. Bəzi şirlər gözlənilməz xərclərlə qarşılaşa bilər, amma bu, maliyyə baxımından ciddi çətinliklərə səbəb olmayacaq. Ailə büdcəsi ilə bağlı yaxınlarla kiçik fikir ayrılıqları ola bilər. Əgər inad etməsəniz və mütləq öz fikrinizi qəbul etdirməyə çalışmasanız, kompromis tapmaq mümkün olacaq. Səhər sakit və balanslı olacaqsınız, buna görə də planlaşdırdığınız bütün işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Bir çox şirlər müxtəlif insanlara yanaşma yolları tapacaqlar. Mehribanlıq və dərrakəniz elə həll yolları tapmağa imkan verəcək ki, bu, hamı üçün faydalı olacaq. Faydalı əlaqələr qurmaq və ətrafınızdakılara yaxşı təsir bağışlamaq şansı yaranacaq. Günün ortası bizneslə məşğul olanlar üçün o qədər də uğurlu olmayacaq. Həssaslıq və tez inciyən ruh halı qarşı tərəfin maraqlarını nəzərə almağa mane olacaq. Öz istəyinizi zorla qəbul etdirməyə çalışmayın. Əgər ambisiyalarınızı düzgün istiqamətə yönəltsəniz, ən azı xoşagəlməzliklərdən və nüfuzlu şəxslərlə münasibətlərin pozulmasından yayınmaq mümkün olacaq.
Gün o qədər də hamar başlamayacaq. İş yoldaşlarınız sizi boş şeylərlə yayındıracaq. Bəzi şirlər təcili ailə məsələləri ilə məşğul olmalı olacaq və bu gözlənildiyindən çox vaxt aparacaq. Kiçik anlaşılmazlıqlar və mübahisələrdən yayınmaq çətin olacaq, lakin ciddi qarşıdurmaların qarşısını almaq sizin əlinizdədir. Yeni, böyük layihələrə başlamaq üçün əlverişli zaman deyil, şərait çox vaxt sizin xeyrinizə olmayacaq. Əsas məsələlərə diqqəti cəmləmək də çətin olacaq. Amma cari işlərin öhdəsindən uğurla gələcəksiniz, əgər yayındırıcı amillərə məhəl qoymasanız. Qız, işləri sonraya saxlamayın. Günün birinci yarısı ən məhsuldar olacaq, şərait sizin xeyrinizə işləyəcək. Bəzi məsələlər öz-özünə həllini tapacaq, bəziləri isə düşündüyünüzdən daha tez nəticə verəcək. Həyatınıza təsir edə bilən insanlarla anlaşmaq asan olacaq. İstənilən şəraitdə faydalı tanışlıqlar qurmaq rahat alınacaq. Bəzi qızlar daşınmaz əmlakla bağlı məsələləri uğurla həll edəcəklər. Bəzi ailə məsələlərinə də diqqət ayırmaq lazım gələcək. Bu, axşam planlarınızı dəyişsə də böyük çətinlik yaratmayacaq. Yaxınlarla münasibətlərdə tam qarşılıqlı anlaşma hökm sürəcək. Optimist ruh halınız və yüksək enerjiniz bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək. Bir çox qızlar yalnız tanımadıkları işləri başa düşmək deyil, ətrafdakıları da məhsuldar fəaliyyətə ruhlandırmaq bacarığı göstərəcəklər. Əla əməkdaşlıq yaranacaq, bir çox faydalı əlaqələr qurulacaq və əvvəllər kəsilmiş müqavilələr bərpa ediləcək. İşlər çox olacaq, amma tək başına hərəkət etməli olmayacaqsınız. Yaxınlarınız qayğıların bir hissəsini üzərlərinə götürəcəklər ki, siz digər işlərə vaxt ayıra biləsiniz. Onların köməyi və dəstəyi yerində və zamanında olacaq. Özünüzü toparlamaq asan olmayacaq. Bir çox qızlar özlərinə güzəşt etmək və vəzifələrini görməməzliyə vurmaq istəyəcəklər. Yeni başlanğıclar üçün ən uğurlu vaxt deyil, lakin cari işlərin öhdəsindən uğurla gələ bilərsiniz. Sadəcə biraz çox çalışmaq lazım olacaq. Daha əvvəl verdiyiniz vədlərə əməl etdiyinizə əmin olun, əks halda məsuliyyətsiz və etibarsız biri kimi tanına bilərsiniz. Ətrafdakılarla münaqişələrdən yayınmaq asan olmayacaq. Qətiyyətiniz artacaq və bu, başqaları ilə ümumi dil tapmağı çətinləşdirəcək. Hər vəziyyətdə israr etməyə ehtiyac yoxdur, zaman hər şeyi yerbəyer edəcək. Böyük razılaşmalar üçün gün əlverişli deyil, onları daha uyğun vaxta saxlamaq daha məqsədə uyğundur. Səhər bir çox uğurlu imkanlar gətirəcək, ona görə də fürsətləri qaçırmayın. Sizin üçün önəmli olan insanlarla pozulmuş münasibətləri bərpa etmək imkanı yaranacaq. Adətən çətin başa düşdüyünüz insanlarla da bugün asanlıqla ortaq məxrəcə gələcəksiniz. Bəzi qızlar işlərində gözlənilməz dəstək alacaqlar. Təsirli insanlarla tanışlıq mümkündür və bu tanışlıqlar sizə fayda verəcək. Günorta işləri sonraya saxlamaq və əvvəl verilmiş sözləri unutmaq istəyi yaranacaq. Əgər bu işlərin əksəriyyətini ertələmək mümkün olsa da, başqalarını məyus etmək olmaz. Buna görə də məsuliyyətli insan təsiri bağışlamaq üçün bir qədər səy göstərmək lazım olacaq. Diqqətli olun. Səhər qarşısınızda əlverişli imkanlar açılacaq və onları qaçırmamaq vacibdir. Bir çox qızlar ətrafdakılarda müsbət təəssürat yaradacaq, buna görə də işlərin öhdəsindən tək başına gəlmək lazım olmayacaq. Sizə böyük məmnuniyyətlə dəstək olacaqlar, güzəştə gedəcəklər, faydalı məsləhətlər verəcəklər. Xeyriyyəçiliklə məşğul olmaq və ya yardıma ehtiyacı olanlara kömək etmək üçün uğurlu vaxtdır. Bu, nüfuzunuza çox müsbət təsir göstərəcək və təşəkkür də çox gecikməyəcək. Maraqlı insanlarla tanış olmaq şansı yaranacaq və bu tanışlıqlar yaxın gələcəkdə vacib məsələlərin həllində sizə yardımcı olacaq. Ətrafınızdakılarla fikir ayrılıqlarından yayınmaq çətin olacaq. Lakin ünsiyyəti məhdudlaşdırmaq və tək başına öhdəsindən gələcəyiniz işlərlə məşğul olmaqla münaqişə riskini minimuma endirə bilərsiniz. Bir çox qızlar gözlənilməz çətinliklərlə qarşılaşacaq. Məqsədlərə doğru irəliləmək düşündüyünüzdən çətin olacaq. İşlərdə gecikmələr mümkündür və bu prosesi sürətləndirmək sizin əlinizdə olmayacaq. Tərəzi. Hər şey istədiyiniz kimi getməyəcək, buna görə də bugündən çox şey gözləməyin.
Ciddi işlər planlaşdırmayın və geniş miqyaslı layihələrə başlamayın. Maliyyəni izləyin, artıq xərclərə yol verməyin və şübhəli layihələrə pul yatırmayın. Müzakirəli mövzulardakı söhbətlər mübahisə ilə bitə bilər, buna görə də neytral söhbətlə kifayətlənin və ya sadəcə həmsöhbətinizi diqqətlə dinləyin. Tanımadığınız insanlarla razılığa gəlmək bir çox tərəzilərə çətin olacaq. Yeni şirkətlərə qatılmaqdan bu günlük imtina etmək daha yaxşıdır. Səhər saatlarında emosiyalarla başa çıxmaq asan olmayacaq. Bir çox tərəzilər həddindən artıq əsəbi olacaqlar. Yaxın insanlarla xırda fikir ayrılıqları mümkündür, amma onları tez bir zamanda aradan qaldırmaq mümkün olacaq. Şəxsi məsələlər sizi narahat edəcək və bu işlərə fokuslanmağı çətinləşdirəcək. Bu səbəbdən mürəkkəb məsələlərin həlli və vacib qərarların qəbulu üçün günün birinci yarısı o qədər də uyğun deyil. Tədricən müsbət meyllərin təsiri güclənəcək. Siz gücünüzün artdığını hiss edəcək və mənfi emosiyalarla mübarizə aparmağı bacaracaqsınız. Bütün tapşırıqları tək başına yerinə yetirmək məcburiyyətində qalmayacaqsınız. Ətrafınızdakılar özləri sizə kömək təklif edəcəklər. Yeni işlərə başlamaq üçün əla gündür. Uğur sizin tərəfinizdə olacaq, lakin bu, səy göstərmək lazım deyil demək deyil. Bir çox tərəzilər nadir hallarda olduğu qədər iti zəkalı və cazibədar olacaqlar, bu da yalnız şəxsi həyat üçün deyil, həm də iş məsələlərinin həllində faydalı olacaq. Himayədarların və rəhbərliyin dəstəyinə arxalana bilərsiniz. Razılaşmalar bağlamaq və müqavilələr imzalamaq üçün münasib vaxtdır. Siz başqalarının maraq və motivlərini başa düşəcək və onlarla ümumi dil tapmaqda çətinlik çəkməyəcəksiniz. Faydalı əlaqələr qurmaq və əvvəllər kəsilmiş münasibətləri bərpa etmək mümkün olacaq. Vaxtınızı boş yerə xərcləməyin, sonradan bu uzaq görənliyinizə görə özünüzə təşəkkür edəcəksiniz. Səhər tərəzilərin əksəriyyəti enerjili, nikbin və fəal olacaqlar. Bu səbəbdən vacib işlərə başlamaq və cəsarətli planları həyata keçirmək üçün əla vaxtdır. Ətrafdakılarla asanlıqla dil tapa biləcəksiniz. Ailə üzvləri sizin işlərinizə qarışacaq və bu müdaxilə çox yerinə düşəcək. Bir-birinizi yarım sözdən anlayacaqsınız. Onların dəstəyi sayəsində daha xoş və maraqlı fəaliyyətlərə vaxt ayıra biləcəksiniz. Eyni zamanda ev işlərini də birlikdə daha tez yekunlaşdıracaqsınız. Əgər kifayət qədər səy göstərsəniz, hər şey istədiyiniz kimi alınacaq. Digər insanlarla, xüsusilə əvvəllər asan ünsiyyət qura bilmədiklərinizlə münasibətlər yaxşı olacaq. Bəzi köhnə rəqiblər sizə tərəf keçəcək və müttəfiq olacaqlar. Bir çox tərəzilər nüfuzlu himayədarlarla əlaqə qurmağı bacaracaqlar. Alış-veriş üçün əlverişli gündür. Böyük maliyyə gəlirləri mümkündür. Bu gəlirlər bir dəfəlik olsa da, siz onları çox ağıllı şəkildə xərcləyəcəksiniz. Pozulmuş münasibətləri bərpa etmək, əvvəllər münaqişələr yaşadığınız insanlarla barışmaq şansı yaranacaq. Yeni uğurlar üçün əla gündür, fürsətləri dəyərləndirin. Əksər tərəzilər səhərdən enerjili və ruh yüksəkliyində olacaqlar. Uzun müddətdir irəliləməyən məsələləri tərpətmək və vaxtilə təxirə salınmış işləri tamamlamaq imkanı yaranacaq. İdeyalarınız ətrafdakılar tərəfindən yüksək qiymətləndiriləcək. Tək başına hərəkət etməyinizə ehtiyac qalmayacaq, etibarlı müttəfiqlər sizə kömək edəcək və ən darıxdırıcı vəzifələri öz üzərlərinə götürəcəklər. Əqrəb. Tələsməyin və vacib qərarlar verməyin. Səhvlər xoşagəlməz nəticələrə səbəb ola bilər. Tələsik verilən sözlər uğursuzluq gətirər, ona görə əvvəl yaxşıca düşünün, sonra hər hansı təklifə razılıq verin. Günün ikinci yarısında əksər əqrəblərin cazibəsi artacaq. İnsanları anlamaq və onlarla ortaq dil tapmaq asanlaşacaq. Adətən sizinlə mübahisə edənlər belə bugün sizdən xoş təsir alacaqlar. Bir sıra vacib məsələləri həll etmək mümkün olacaq. Romantik münasibətlərin başlanğıcı istisna deyil. Əgər çoxdan geniş miqyaslı işlərlə məşğul olmaq istəyirdinizsə, indi başlamağın tam zamanıdır. Gün ciddi işlər üçün əladır. Başqalarının gücsüz qaldığı məsələləri siz həll edə biləcəksiniz. Bir çox əqrəblər yalnız vacib vəzifələrin öhdəsindən gəlməyəcək, eyni zamanda ətrafdakıları da ruhlandıracaqlar. Nəticədə birgə səylərlə tək başına etdiklərinizdən qat-qat artıq nəticə əldə ediləcək. Sağlam düşüncə və praktiki təcrübə sizə qeyri-standart vəziyyətlərdə çıxış yolu tapmağa kömək edəcək.
Etibarlı müttəfiqlərdən yardım və faydalı məsləhətlər gözləyə bilərsiniz. Heç bir gözlənilməzlik sizi yoldan çıxarmayacaq. Düşüncə çevikliyi lazım gələrsə vəziyyətə uyğunlaşmağa imkan verəcək. Uzun müddətdir təxirə saldığınız işlərə başlamağın tam zamanıdır. Demək olar ki, ümid kəsilmiş tapşırıqları irəli aparmaq imkanı yaranacaq. Bir çox əqrəblər iş həyatında uğurlu olmaq üçün çatışmayan bilikləri əldə edəcəklər. Siz faydalı təkliflər irəli sürə və həmkarlarınızla rəhbərliyin bunları yüksək qiymətləndirməsinə nail ola bilərsiniz. Xoş xəbərlər almaq mümkündür. Kimsə sizinlə dəyərli məlumat paylaşa bilər və bu sizə rəqibləriniz üzərində ciddi üstünlük qazandırar. Sizi narahat edən mövzuları etibar etdiyiniz insanlarla müzakirə etmək üçün münasib vaxtdır. Səhər bir qədər əsəbi keçəcək. O qədər də xoş olmayan sürprizlər mümkündür. Tez və düzgün qərar vermək lazım olacaq. Əgər soyuqqanlılığınızı qoruya bilsəniz, istənilən çətinliyin öhdəsindən gələcəksiniz. Yaxınlarınızdan dəstək də gecikməyəcək. Vacib qərarlar üçün bugün o qədər də uyğun deyil. Baş verənlərə diqqətlə baxın, gələcək üçün nəticə çıxarın, tezliklə necə davranmağın daha doğru olduğunu anlayacaqsınız. İşlərinizə ailə üzvləri və ya yaxın dostlar qarışa bilər. Onlar konkret kömək təklif edərlərsə, çox yaxşı. Amma tövsiyələrini çox da ciddiyə almağa dəyməz, intuisiyanız daha düzgün yol göstərəcək. Ən vacib işlərinizi günün birinci yarısında etməyə çalışın. Əvvəllər çox çətin və yorucu görünən işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Hətta düşündüyünüzdən də tez və rahat şəkildə bütün işləri başa çatdıracaqsınız. Başqalarının köməyinə ehtiyacınız olmayacaq. Onlar sizə yardım etməkdən imtina etməsələr də tək işləmək daha səmərəli olacaq. Böyük yaşlı qohumlarınızı ziyarət etmək, onlara yardım etmək və ürəkdən söhbət etmək üçün yaxşı zamandır. Ola bilər ki, onlardan sizin üçün faydalı olacaq bir şey öyrənəsiniz. Əgər sizə məsləhət versələr, hətta məntiqli görünməsə belə dinləməyə dəyər. Qeyri-standart həll yolları tapmaq bacarığınız bugün xüsusilə faydalı olacaq. Bu səbəbdən mürəkkəb məsələləri həll etmək üçün gün çox uğurlu olacaq. Əvvəllər sizə tanış olmayan mövzularda belə tez baş çıxara biləcəksiniz və nüfuzunuzu xeyli gücləndirəcəksiniz. Güclənmiş intuisiyanız sizə düzgün qərarlar qəbul etməyə kömək edəcək. Hər şey dərhal aydın olmasa da, hadisələrin gələcək inkişafını təxmin edə biləcəksiniz. Buna görə də cəsarətli və iddialı planlarınızı həyata keçirməyin tam zamanıdır. Ox atan. Bugün çoxlu ailə problemi həll etməli olacaqsınız. Təkcə özünüzünkünü yox, yaxın qohumların da məsələlərini. Hər şey alınacaq, amma xeyli səy tələb edəcək və bu sizi ruhdan salmayacaq. Emosional yüksəliş və enerji artımı istənilən çətinliyi dəf etməyə kömək edəcək. Bir çox ox atanlar yaxınlarından gözlənilməz, amma faydalı məsləhət alacaqlar. Günün ikinci yarısı qonaq qəbul etmək üçün münasibdir, xüsusən də ortaq iş maraqlarınız varsa. Söhbət mövzuları da bir-birinizə verə biləcəyiniz dəstək də tapılacaq. Cazibədarlığınız xeyli artacaq və bu diqqətdən kənarda qalmayacaq. Bir çox məsələləri həll etmək, sərfəli razılaşmalar əldə etmək fürsəti yaranacaq və burada əsas rolu şəxsən siz oynayacaqsınız. Bir çox ox atanlar özlərində gizli istedadlar kəşf edəcəklər və bu istedadlar gözlənilməz vəziyyətlərdə çox faydalı olacaq. Başqalarının çıxış yolu tapa bilmədiyi yerdə siz həll yolu tapacaqsınız. Yeni maraqlarınız yaranacaq və bu sayədə bir çox maraqlı insanlarla tanış olacaqsınız. İş mühitində romantik münasibətlərin başlanması mümkündür, ilk addımı atmağa ehtiyacınız olmayacaq. Sadəcə hadisələri sürətləndirməyin, tələskənlik sizi yanlış addımlara sürükləyə bilər. Sakitlik və tarazlıq sizə bir çox işlərdə kömək edəcək. Mehribanlıq və pozitiv münasibət ətrafınızdakı insanların sizə asanlıqla simpatiya bəsləməsinə səbəb olacaq. Yeni tanışlarda yaxşı təəssürat yarada biləcəksiniz. Bəzi ox atanlar rəhbərliyin dəstəyini qazanacaqlar. Hər hansı yeni təşəbbüsdə sınanmış müttəfiqlərin köməyinə arxalana bilərsiniz. Siz nadir hallarda olduğu qədər dərin düşüncəli olacaqsınız və başqalarının fikirlərini və maraqlarını anlamaq bacarığınız yüksək olacaq. Bu səbəbdən faydalı əlaqələr qurmaq üçün gün əlverişlidir.
Gəlirli müqavilələr imzalamaq imkanı yaranacaq. Əgər əvvəlcədən hazırlıq görsəniz və güclü arqumentlər seçsəniz, ictimai çıxışlar uğurlu olacaq. Gün bir qədər gərgin keçəcək. Buna görə də özünüzə artıq yük götürməyin. Bəzi işləri sonraya saxlamaq və ya başqasına həvalə etmək mümkün olub-olmadığını düşünün. Ətrafdakılarla fikir ayrılığınız olsa belə mübahisələrə girməyin. Hər zaman haqlı olduğunuzu düşünməyin, zaman hər şeyi yerbəyer edəcək. Xərcləri azaltmaq və impulsiv alışlardan uzaq durmaq lazımdır. Ailə büdcəsinə yanaşmanızı yenidən nəzərdən keçirsəniz, yeni qənaət yolları tapa bilərsiniz. Borclardan və kreditlərdən uzaq durun, onları qaytarmaq düşündüyünüzdən çətin olacaq. Həddən artıq inadkarlıq sizə zərər verə bilər. Ətrafınızdakılar qarşısında özünüzü təsdiqləməyə və hər vəziyyətdə təkid etməyə çalışmayın. Bu, işlərin gedişatına ciddi təsir etməyəcək, amma sizin üçün vacib olan münasibətləri poza bilər. Oxatanların əksəriyyəti günün birinci yarısını ev işlərinə həsr etməli, səliqə sahman yaratmalı, artıq əşyalardan qurtulmalıdır. Borc almaq və ya kredit götürmək üçün uyğun gün deyil. Onları qaytarmaq düşündüyünüzdən daha çətin olacaq. Ümumiyyətlə, maliyyə məsələlərinə ehtiyatla yanaşmaq lazımdır. Çünki bəzi oxatanlar xərclərə meyilli olacaq və düşünülməmiş alışlar edə bilərlər. Hər şey birinci cəhddə alınmayacaq. Səhərdən daxili ziddiyyətlər sizi narahat edəcək. Özünüzü ələ almaq və işlərə köklənmək çətin olacaq. Bir çox oxatanlar işlə yanaşı, ailə və şəxsi məsələləri də həll etməli olacaqlar, bu isə əlavə səy tələb edəcək. Həddindən artıq inadkarlıq göstərməyin. Hər mübahisədə qalib gəlmək istəyi sizi daha populyar etməyəcək, amma vacib münasibətləri poza bilər. Səbirli olun, ətrafınızdakıların zəifliklərinə anlayışla yanaşın. Bu, əsəbilikdən yayınmağa və münaqişələrin qarşısını almağa kömək edəcək. Oğlaq. Səhər sakit qalmaq çətin olacaq. Əsəbilik və dözümsüzlük yaxınlarla anlaşmanı, danışıqları və vacib mövzuları çətinləşdirə bilər. Münaqişələr mümkündür və bunda sizin payınız daha çox ola bilər. Əhəmiyyətli münasibətləri korlamamaq üçün özünüzü ələ alın. Tədricən vəziyyət yaxşılığa doğru dəyişəcək. Oğlaqların çoxu emosiyalarına nəzarəti bərpa edib vacib işlərə girişəcəklər. Yeni biliklər öyrənmək və mövcud bilikləri dərinləşdirmək üçün münasib vaxtdır. Uzaqdan uzun zamandır gözlənilən xəbərlər almaq mümkündür. Planlaşdırdığınız işlərə dərhal başlayın. Səhərdən optimist, enerjili və qətiyyətli olacaqsınız. Əksər oğlaqlar faydalı insanlarla əlaqə qurmağı bacaracaqlar. Xarici tərəfdaşlarla sövdələşmələr uğurlu keçəcək. Yeni işgüzar əlaqələr qurulacaq və bu əlaqələr gözlədiyinizdən də faydalı olacaq.